Digər rəvayətlər. Müzakirəmizdə şiələrin qarşıya qoyduqları rəvayətlər təkcə yuxarıda qeyd etdiklərimizlə məhdudlaşmır. Onların Əli ibn Əbi Talibin möminlərin əmiri olaraq təyin olunmasına dair gətirdikləri ən aşkar dəlillərdən biri də Allahın elçisinin səhabələrinə Əliyə bu adla beyyət etmələrini əmr etməsi ilə bağlı rəvayətdir. Şiə alimləri bu xəbəri zikr edərkən onun güya həm sünni, həm də şiə mənbələrində mövcud olduğunu, hətta cümhurun, yəni sünni əksəriyyətinin rəvayət etdiyini iddia edirlər. Lakin həqiqət budur ki, cümhurun mötəbər kitablarında belə bir hədis yoxdur. Ciddi bir araşdırmadan sonra bu iddiaya bənzəyən yeganə bir rəvayətlə qarşılaşırıq və o da səhabə Bureydə Əl-Əsləmiyə nisbət edilmiş bir xəbərdir. Güya Bureydə deyib, Allahın elçisi bizə Əli ibn Əbi Talibə möminlərin əmiri olaraq salam verməyi əmr etdi və bu rəvayəti ondan nəql edən kimdir? Əbu Davud Əs-Səbii. Onun haqqında isə böyük hədis alimi Qatadə deyir ki, bu adam yalancıdır. Əl-Uqeyli isə əlavə edir ki, o rafizilikdə aşırıya varanlardandır. Aydın olur ki, Əhl-i Sünnət kitablarında rast gəlinən bu tək-tük rəvayəti də yalancı bir rafizdən eşidib nəql ediblər. Bu xəbər əslində əsasən şiə qaynaqlarında keçir. Əl-Quleyni öz Əl-Kəfi kitabında rəvayət edir ki, güya İmam Sədiq deyib, Əlinin vilayəti nazil olduqda Peyğəmbər Əbu Bəkirə və Ömərə əmr etdi ki, qalxın və ona möminlərin əmiri olaraq salam verin. Onlar soruşdular, bu Allahdan yoxsa sənin tərəfindəndir? Peyğəmbər cavab verdi, bu Allahdan və onun rəsulundandır. Lakin bu rəvayətin sənədindəki Zeyd bin Əl-Cəhm adlı ravi şiə kitablarında özləri tərəfindən məchul, yəni tanınmayan bir ravi hesab edilir. Başqa bir versiyada isə güya Peyğəmbər xəstə ikən səhabələrə eyni əmri verir. Lakin bu rəvayətin sənədindəki ata və oğul olan Süleyman və Muhammed Əd-Deyləmi də şiə rical alimləri tərəfindən qali, yəni həddi açan və yalancı olmaqda ittiham ediliblər. Nəticə etibarilə bu ləfzdə varid olmuş rəvayətlərin nə sünni, nə də şiə mənbələrində səhih bir isnadı yoxdur. Şiələrin gətirdikləri bir başqa rəvayət isə Peyğəmbərin ömrünün sonunda vəfat etməzdən əvvəl öz elmi mirasını Əliyə təhvil etməsi mənasında gəlmiş bir xəbərdir. Əl-Kuleyni rəvayət edir ki, İmam Muhammed Əl-Baqir deyib, Muhammed Peyğəmbərliyini başa vurduqda Allah ona vəhy etdi ki, ey Muhammed, yanında olan elmi, imanı, ismi əzəmi, elmin mirasını və Peyğəmbərlik elminin nişanələrini öz əhli beytindən olan Əli ibn Əbi Talibə təhvil ver. Lakin bu rəvayətin də sənədi zəifdir. İçindəki Məhəmməd bin Əl-Fudeyl adlı ravi şiə alimləri tərəfindən zəif və aşırılıqda ittiham olunan biri kimi təsvir edilir. Üstəlik bu rəvayət səhih olsaydı belə, bu şiələrin özlərinin digər iddialarına zidd olardı. Çünki onlar iddia edirlər ki, Peyğəmbər Əlini özünə vasi və varis olaraq onsuz da xeyli əvvəl dəvətinin ilk günlərindən seçmişdi. İndi isə gələk, şiələrin Əlinin imamətinə dair Əhl-i Sünnət kitablarından gətirdikləri daha bir məşhur rəvayətə, Tayr, yəni quş rəvayətinə. Ət-Tirmizi və başqalarının rəvayət etdiklərinə görə Ənəs bin Malik deyib, Peyğəmbərin yanında bişirilmiş bir quş var idi. O dua etdi, Allahım, yaratdıqların arasında sənə ən sevimli olan kəsi mənimlə bu quşu yemək üçün göndər. Beləliklə, Əli gəldi və onunla birlikdə yedi. Ən-Nəsai'nin rəvayətində isə hekayə daha da dramatikləşdirilir. Güya əvvəlcə Əbu Bəkir, sonra Ömər gəlir, lakin Peyğəmbər onları geri qaytarır. Nəhayət, Əli gələndə ona icazə verir. Bu, Tayr hədisi içində çoxlu qəribəliklər olan bir xəbərdir. Böyük hədis alimlərinin hamısı bu rəvayəti rədd ediblər. Əbu Ya'lə Əl-Xəlili yazır ki, Tayr hədisini heç bir siqa rəvayət etməyib. Əl-Uqeyli deyir ki, bu barədə sabit olmuş heç bir şey bilmirik. İbnül Cəvz isə qeyd edir ki, İmam Əl-Bəqillani bu hədisin həm sənəd, həm də mətin baxımından zəif olduğunu göstərmək üçün böyük bir kitab yazıb.
Onun Ənəsdən gələn rəvayət yollarının demək olar ki, hamısı ya yalancı və ya məchul ravilərlə doludur. Amma bu hekayədəki ən maraqlı, ən tragikomik məqam başqadır. Onlar bu zəif hədisi isbat etmək üçün kimə istinad edirlər? Ənəs bin Malikə. Bəs Şia alimlərinin özləri Ənəs bin Malik haqqında nə düşünürlər? Gəlin onların öz kitablarına baxaq. Şeyx Əs-Səduq İmam Cəfər Əs-Sədiqə nisbət etdiyi bir xəbərdə deyir: 3 nəfər Allahın elçisinin adından bilərəkdən yalan danışırdı. Əbu Hüreyrə, Ənəs bin Malik və bir qadın. Qadınla isə Ayşə anamızı qəsd edirlər. Başqa bir rəvayətdə güya İmam Muhammed Əl-Baqir deyir ki, hakimlərin insanlara işgəncə verməsinə səbəb olan ilk şey məhz Ənəs ibn Malikin Peyğəmbərin adından uydurduğu bir yalan olub. Şia alimi Əli Əl-Qurani isə yazır ki, Ənəs bin Malik siyasi məqsədlər üçün hakimlərə bəraət qazandırmaq məqsədi ilə yalan danışıb. Müasir Şia alimi Şərəfuddin Əl-Musəvi isə Əl-Müraciət kitabında Ənəs bin Malikə qarşı bütün kinin ortaya tökərək onun Qədirxum hadisəsində şahidlik etməkdən imtina etdiyini və buna görə də Əlinin bədduasına tuş gələrək üzündə sağalmaz bir ləkə, yəni albinizm yarandığını iddia edir. Əlbəttə ki, bu tamamilə uydurma bir hekayədir. Əl-Musəvinin istinad etdiyi İbn Quteydə bu hekayəni nəql etdikdən dərhal sonra bunun heç bir əsli yoxdur deyir. Amma Əl-Musəvi bu hissəni oxucularından gizlədir. İndi isə gəlin o sadə sualı verək. Əgər sizin öz imamlarınıza görə, sizin öz böyük alimlərinizə görə Ənəs bin Malik bu qədər yalançı, bu qədər etibarsız, hətta siyasi məqsədlər üçün hədis uyduran biridirsə, o zaman onun Tahir hadisəsi barəsində tək başına rəvayət etdiyi bu qəribə hekayə necə olur ki, birdən-birə sizin üçün ən etibarlı dəlilə çevrilir? Yoxsa Ənəs sizin məzhəbinizin xeyrinə rəvayət edəndə mötəbər, əleyhinə rəvayət edəndə isə yalançı olur? Rəvayətləri süzgəzdən keçirmək üçün nə qədər də elmi və səmərəli bir metoddur bu. Hətta bu rəvayət səhih olsaydı belə, o, Əlinin imamətinə dair heç bir dəlil daşımır. Ən yaxşı halda onun səhabələr içində ən fəzilətli olduğuna işarə edə bilərdi. Lakin gördüyümüz kimi hədisin özü başdan başa səhih deyil. İndi isə gələk şiələrin gətirdikləri bir başqa dəlilə. Bu, Allahın elçisinin Əbu Bəkri həcc qafiləsinə əmir təyin etdikdən sonra güya onun əmirliyini geri alması və yerinə Əlini təyin etməsi hadisəsidir. Hekayə belədir. Peyğəmbər Məkkədəki müşriklərə Bəraət surəsini və yeni qaydaları elan etmək üçün Əbu Bəkirin baxçılığı ilə bir heyət göndərir. Lakin sonra güya Cəbraildən bir əmr gəlir və Peyğəmbər Əlini Əbu Bəkirin ardınca yollayaraq bu təbliğ vəzifəsini ondan alıb Əliyə verir. Bu zaman Peyğəmbərin belə dediyi rəvayət olunur: "Bunu məndən yalnız Əhl-i Beytimdən biri çatdıra bilər." Şia alimləri bu sözü əsas götürərək iddia edirlər ki, burada söhbət təkcə Bəraət surəsindən getmir. Güya bu ümumi bir prinsipdir. Allahdan gələn hər hansı bir xəbəri Peyğəmbərdən sonra təbliğ etmək haqqı yalnız Əliyə məxsusdur. Ət-Təbətəbai deyir ki, bu mütləq bir ifadədir və bu məsələnin yalnız Bəraət surəsi ilə məhdudlaşdığına dair heç bir dəlil yoxdur. Əl-Məclisi isə bu hadisəni nəql etdikdən sonra Şia alimlərinin bundan çıxardığı nəticəni belə ümumiləşdirir. Əgər bir surənin bir şəhərə çatdırılması üçün belə münasib görünməyən bir kəs, bütün vilayətlərdə, bütün cəmaata, bütün hökmləri çatdırmaqdan ibarət olan ümumi rəhbərlik vəzifəsinə necə layiq ola bilər? Şiələrin bu arqumentləri ilə tanış olduqdan sonra, gəlin indi də həqiqətlərin necə təhrif edildiyinə birlikdə şahid olaq. Hər şeydən əvvəl Allahın elçisi Əlini Bəraət surəsi ilə göndərəndə Əbu Bəkri geri çağırmır və ya onu vəzifəsindən azad etmir. Əksinə, ən səhih rəvayətlər göstərir ki, hər ikisi də öz missiyalarını birlikdə yerinə yetiriblər. Ət-Tirmizinin güclü bir sənədlə rəvayət etdiyi hədisdə İbn Abbas deyir: Peyğəmbər əvvəlcə Əbu Bəkri göndərdi, sonra onun ardınca Əlini göndərdi.
Beləcə ikisi birlikdə hərəkət etdilər və həcc etdilər. Təşrik günlərində Minada Əli ayağa qalxıb elanları səsləndirirdi. O yorulanda isə Əbu Bəkir ayağa qalxıb eyni sözləri səsləndirirdi. Hətta demək olar ki, bu elanı edənlər təkcə o ikisi deyildi. İmam Buxari öz Əs-Sahih kitabında Əbu Hüreyrədən belə rəvayət edir. Əbu Bəkir həmin həcc səfərində Qurban günü məni də elan edənlər dəstəsinə daxil etdi ki, Minada car çəkək. Sonra Peyğəmbər Əlini göndərdi. Beləliklə, Əli də Minada Qurban günü bizimlə birlikdə eyni şeyləri elan edirdi. Başqa bir rəvayətdə isə Əbu Hüreyrə deyir, mən səsim tutulana qədər elan etdim. Bu rəvayətlərdən nə aydın olur? Aydın olur ki, Əbu Hüreyrə kimi digər səhabələri bu elan işi üçün təyin edən məhz həccin əmiri olan Əbu Bəkir idi. Bu isə bizi şiə alimlərinin ikinci təhrifinə, yəni güya Əbu Bəkirin öz vəzifəsindən azad edilməsi iddiasına gətirib çıxarır. Bu iddia həqiqətdən tamamilə uzaqdır. Əbu Bəkir sonuna qədər həcc qafiləsinin əmiri olaraq qalmışdı. İbn Hişamın nəql etdiyi rəvayətdə Əli yolda Əbu Bəkirlə qarşılaşanda Əbu Bəkir ondan soruşur, sən əmirsən yoxsa əmrə tabi olan? Əli dərhal cavab verir, xeyr, mən əmrə tabi olanam. Və sonra birlikdə yollarına davam edirlər. Məhz buna görə də böyük alim İmam Ət-Tahavi bu hədisləri təhlil etdikdən sonra çox gözəl bir nəticəyə gəlir. O deyir, həmin həcdə əmirlik yalnız Əbu Bəkirə məxsus idi. Bu işdə onun heç bir şəriki yox idi. Orada əmr və qadağa işlərində itayət yalnız Əbu Bəkirə idi. Məhz buna görə də o, Əbu Hüreyrəni və digərlərini göndərdi ki, Əliyə tapşırılan işdə ona kömək etsinlər. Bu hadisədə həm Əbu Bəkirin məqamının ucalığı görünür, çünki o, Peyğəmbərin adından yalnız Əlinin təbliğ edə biləcəyi bir işdə həmin təbliğçinin özünün üzərində əmir idi. Həm də Əlinin üstün mərtəbəsi görünür, çünki Peyğəmbər bu xüsusi təbliğ vəzifəsini məhz ona həvalə etdi. Buna görə də biz hər birinin məqamını olduğu kimi bilməli və onlardan heç birinin haqqını azaltmamalıyıq. Yaxşı, bəs onda sual yaranır. Nə üçün Peyğəmbər bu işi məhz Əliyə tapşırdı? Nə üçün bunu məndən yalnız əhl-i beytimdən biri çatdıra bilər dedi? Bunun səbəbi şiələrin iddia etdiyi kimi Əlinin bütün dinin yeganə varisi olmasıydı? Xeyr, bunun səbəbi o dövrün ərəbləri arasında mövcud olan bir adət, bir qayda idi. Böyük alim İbn-ül Arabi Əl-Maliki və digərləri izah edirlər ki, o dövrün ərəblərinin adətinə görə bir qəbilə ilə bağlanmış hər hansı bir əhdi, bir müqaviləni yalnız və yalnız o əhdi bağlayan qəbilənin başçısı və ya onun ən yaxın qohumlarından biri poza bilərdi. Başqa bir qəbilədən olan birinin gəlib əhdi pozduğunu elan etməsi onlar üçün qəbul edilməz idi. Peyğəmbər isə Bərayət surəsi ilə Məkkə müşrikləri ilə bağladığı əhdləri ləğv edirdi və o, ərəblərin əlinə heç bir bəhanə verməmək üçün, onların bu bizim adətimizə ziddir demələrinin qarşısını almaq üçün bu ləğv elanını öz ən yaxın qohumuna, yəni öz əmisi oğluna, yəni Əliyə həvalə etdi. Çünki Əbu Bəkir hörmətli bir səhabə olsa da Peyğəmbərin qəbiləsindən, Haşim oğullarından deyildi. Məsələnin bütün hikməti bu qədər sadə və aydındır. Ət-Tabatabainin güya bu hadisənin Əlinin təbliğ səlahiyyətini isbat etməsi iddiasına gəldikdə isə, bunun rəvayətlərdə heç bir əsası yoxdur. Bu, sadəcə olaraq mətnlərin içindən gizli mənalar çıxarmaq cəhdindən başqa bir şey deyildir. Məşhur alim Muhammed Rəşid Rida bu barədə yazır. Bəzi şiyələr adətlərinə uyğun olaraq bu məziyyəti Əli üçün həddindən artıq şişirdirlər. Onlar bu hadisənin güya bütün din işlərinin təbliğinin yalnız Əliyə aid olduğunu göstərdiyini iddia edirlər. Halbuki səhih xəbərlərdən aydın olur ki, dinin təbliği bütün müsəlmanların üzərinə vacibdir. Peyğəmbər vəda həccində minlərlə insanın qarşısında buyurmuşdur. Qoy burada olanlar olmayanlara çatdırsınlar. O,
məndən bir ayə olsa belə çatdırın deyib. Əgər belə olmasaydı, İslam dünyaya bu qədər sürətlə yayılmazdı. Əgər Allahın elçisinin adından Bəraət surəsini təbliğ etmək bu dərəcədə böyük bir fəzilətdirsə, o zaman etiraf etmək lazımdır ki, Peyğəmbər birinci dəfə bu vəzifəyə məhz Əbu Bəkri layiq görmüşdü. Əgər Əbu Bəkr buna əvvəldən layiq olmasaydı, Peyğəmbərin onu təyin etməsi bir qüsur olardı. Və ən əsası, ərəblərin adətinə görə bu vəzifəni Əliyə verdikdə belə, onu Əbu Bəkrin ümumi əmirliyinə tabe etməsi, bir daha Əbu Bəkrin fəzilətinə və onun xilafət məqamına olan ləyaqətinə dəlalət edir. Şiə raviləri bu açıq-aşkar problemi gördükləri üçün onu həll etməkdən ötürü imamların adından bəzi çox qəribə rəvayətlər uydurublar. Lakin koordinasiyasız şəkildə uydurulan bu hekayələr bir-biri ilə ziddiyyətdə düşüb. Bir rəvayətdə güya Allah Peyğəmbərə vəhy edir. Dəfələrlə xəlvətdə söhbət etdiyim 50-ni buraxıb, heç söhbət etmədiyim birini göndərirsən, başqa bir rəvayətdə isə İmam Baqirə isnadən güya Peyğəmbər ümumiyyətlə Əbu Bəkri heç vaxt bu vəzifəyə təyin etməmişdi. Güya bu sonradan uydurulan bir hekayədir. Hətta Əş-Şərif Əl-Murtəza kimi böyük bir alim belə çarəsizliklə etiraf edir ki, xəbərlərin böyük əksəriyyəti Əbu Bəkrin o il həcc əmiri olduğunu təsdiqləyir. Şiələrin gətirdikləri rəvayətlərdən biri də vasilik haqqında varid olmuş hədisdir. Bu hədis İmam Əhmədin Fədailus Səhabə kitabına sonradan edilmiş əlavələrdə belə zikr olunur ki, güya səhabələr Salmana deyirlər, Peyğəmbərdən onun vasisi kim olduğunu soruş. Salman da soruşur, ey Allahın elçisi, sənin vasin kimdir? Peyğəmbər cavab verir, ey Salman, Musanın vasisi kimidir? Salman deyir, Yuşə bin Nun. Peyğəmbər buyurur, elə isə mənim də vasim, varisim, borcumu ödəyən və vədimi yerinə yetirən Əli bin Əbi Talibdir. Maraqlıdır ki, bu rəvayəti də yenə o məşhur Ənəs bin Malikdən nəql edirlər və bu rəvayətin sənədi başdan başa problemlidir. Sənəddəki Mətar bin Meymun adlı ravi İmam Buxari və digərləri tərəfindən münkərül hədis, yəni rəvayətləri çox zəif və qəbul edilməz biri kimi tanınır. İbn Hibban isə onun haqqında daha da sərt danışaraq deyir. O, sabit ravilərin adından uydurma xəbərlər rəvayət edir. Ənəsdən Əlinin fəziləti ilə bağlı Ənəsin heç vaxt demədiyi hədisləri nəql edir. Burada bir məsələni də qeyd etməliyik. Əhl-i sünnət kitablarında məşhur olan Qadir və Mənzilə kimi səhih rəvayətləri bəzən şiə raviləri öz məzhəblərinə uyğunlaşdıraraq ləfzini dəyişdirərək rəvayət edirlər. Buna bir misal İmran bin Hüseyndən gələn Qadir hədisidir. Alternativ bir ləfzidir. Bu versiyada Peyğəmbər şikayətçilərə cavab olaraq deyir, Əlidən sizə nə var? O məndən sonra bütün möminlərin vəlisidir. Bu rəvayəti bu ləfzlə, yəni məndən sonra əlavəsi ilə rəvayət edən yeganə şəxs Cəfər bin Süleyman adlı bir ravidir və o, şiəliyi, hətta şiəlikdə ifrata varması ilə tanınan biridir. Hədis alimləri qeyd edirlər ki, o bu rəvayəti tək başına nəql edir və başqa heç bir etibarlı ravi ondan eyni ləfzi rəvayət etməyib. İmam Əz-Zəhəbi bu əlavə haqqında deyir, onun o məndən sonra hər bir möminin vəlisidir sözü Allahın elçisinin adına deyilmiş bir yalandır. Şeyx Şüeyb Əl-Arnaud da əvvəlcə bu hədisin sənədini güclü saysa da, sonradan öz rəyindən dönərək Cəfər bin Süleymanın şiə və tənqid olunmuş bir ravi olması səbəbilə bu isnadın zəif olduğunu və mətndəki bu ləfzin münkər olduğunu qeyd etmişdi. Bu vəziyyətin eynisi Ureydədən gələn başqa bir rəvayətdə də təkrarlanır. Orada da Qadir hədisinə və o, məndən sonra sizin vəlinizdir cümləsi əlavə olunur. Və bu əlavəni edən ravi kimdir? Əcləh Əl-Kindi. Onun haqqında isə hədis alimlərinin böyük əksəriyyəti, o cümlədən Yəhyə bin Səid Əl-Qəttan, İmam Ən-Nəsai, Əbu Hatim Ər-Razi və İbn Hibban kimi nəhənglər onun zəif olduğunu deyiblər. Ən əsası isə İmam Ən-Nəsai onun haqqında deyir. O, şiəlikdə həddini aşırdı. Qayda isə budur ki, bidətçi bir ravinin
öz bidətini və məzhəbini gücləndirən rəvayətləri qəbul olunmur. Məhz buna görə də İbn Kəsir bu ləfzin münkər olduğunu, yəni qəbul edilməz dərəcədə zəif olduğunu deyir və bildirir ki, Bureydədən gələn səhih versiyalarda bu əlavə yoxdur. Nəhayət, bu növ təhrifin daha bir nümunəsi İbn Əbbasdan gələn uzun bir hədisdir. Hədisin içində Peyğəmbərin Əliyə belə dediyi rəvayət olunur. Sən məndən sonra bütün möminlərin vəlisisən. Bu rəvayətin də bütün yolları haqqında ciddi ixtilaflar olan və bəzi alimlər tərəfindən siqa deyil deyilən Əbu Bəlc adlı bir raviyə dayanır. İmam Əhməd bu uzun hədisi münkər hesab edib. İbn Həcər isə Əbu Bəlcin şiəliyə mənsub olduğunu qeyd edir. Bütün bu misallardan aydın olur ki, məşhur və səhih hədislərin bəzi şiə raviləri tərəfindən öz məzhəblərinə uyğunlaşdırılaraq kiçik, lakin mənanı tamamilə dəyişdirən əlavələrlə rəvayət edilməsi təəssüf ki, rast gəlinən bir haldır. Lakin hədis elminin sərt qaydaları bu cür əlavələrin münkər və qəbul edilməz olduğunu asanlıqla ortaya çıxarır. Bütün bu müzakirənin sonunda biz bir daha eyni nəticəyə gəlirik. Əhl-i sünnət kitablarında Əlinin imamətinə və ya xilafətinə dəlalət edəcək səhih və sarih, yəni açıq-aşkar mənalı heç bir dəlil yoxdur. Bu yöndə qarşıya qoyulan dəlillərin ya sənədləri uydurma və ya çox zəifdir, ya da mənası şiə məzhəbinə uyğunlaşdırılmaq üçün təhrif edilmişdir. Bu reallığı hələ öz zamanında Şeyx Əl-Mürtadanın özü də görüb və etiraf edib. O, imamətə dəlalət edən nasları iki qisma ayırır. Cəli, yəni aşkar naslar, hansı ki onları təkcə şiələr rəvayət edir və xəfi, yəni gizli naslar, hansı ki hər mi rəvayət edir, amma mənasında ixtilaf var. Mənzilə və Qadir hədislərini isə o, məhz bu ikinci, yəni gizli, üstörtülü naslar qisminə aid edir. Bu isə elə bizim dediyimizi təsdiqləyir. Onların dəlillərinin heç biri aşkar və qəti bir məna daşımır.